katalığın nəticəsinə görə ilk 6 liderini sizlərə təqdim edirəm ki, direktor rütbəsinə qalxıblar. Xanımlar və cənablar, qarşılayın Rzayeva Rövşanə, Şimşək Leyla, Ağaverdiyeva Aygün, Məmmədova Dilarə, Məmmədli Sevinç və Bahadurlu Aytaç, Əlməmmədova Nərmin, 6 ilk direktor rütbəsinə qalxmış liderlərimiz və biz davam edirik. Bu çox çəkəcək. Musayeva Sara, Kərimova Gülhas, Musayeva Azima və Rəsulov Elgün, Tahirova Türkan və Baxışov Samik, Şirvanova Sevdiyə, Pərvanə Malik qızı. Hər birini buradan ürəkdən alqışlayıram. Fabrika Azərbaycan şirkətinin yeni açıq rütbədə olan direktorları və siyahımız davam edir. Qarşılayın. Xanımlar və cənablar, növbəti direktorlarımızı sizlərə təqdim edirəm. Həsənova Aytən, Əliyev Salman, Abdullayevlar, Nişanə və Elvin, Bayramov Hümmət və Əliyeva Çiçək, Əhmədova Gülnar, Fərəcova Ramilə. Budur Fabrika Azərbaycan şirkətinin ilk dəfə direktor rütbəsinə qalxmış liderləri və biz davam edirik. Qarşılayın yeni direktorlarımız. Hüseynova Rufanə, Xudaverdiyeva Aytaç, Məmmədova Xalidə, Yusibova Samidə, Dünyamaliyeva Raminə, Əliyeva Samirə. Bu növbəti 6 nəfərimizdir. Mən buradan onların hər birini təbrik edirəm və davam edirik. Ağanəbiyeva Gülnarə, Əhmədova Svitlana, Qasımova Sənubər, Ağakişiyeva Zəhra, Əhmədxanov Zəka, Cəbrayilova Nazilə. Maşallah olsun, sizə təbrik edirəm hər birinizi və biz davam edirik. Əcdarova Nərgiz, Tağıyeva Çinarə, Cəbiyeva Günay, Əmirova Leyla, Osmanovlar Gülpəri və Avtandil, Ağakişiyeva Dilşad. Fabrika Azərbaycan şirkətinin yeni ilk dəfə direktor rütbəsinə qalxmış liderləridir. Direktor rütbəsinə qalxmış və biz davam edirik. Rəhimova Gültəkin, Ağayeva Lamiyə, Səfərova Təranə, Zamanzadə Ruhiyyə, Əbdülbağıyeva Fərqanə, Məmmədova Günay. Maşallah olsun bizim xanımlarımıza, xanımlara afərin, sizlərə təbrik edirik və biz davam edirik Fabrika Azərbaycan şirkətinin yeni açıq rütbədə olan direktorlarının təqdimatına. Həsənova Rəhilə, Mahmudova Çinarə, Abbasova Aygül, Taxtızadə Şəmsiyə, Han Hüseynova Fərqanə, Əsədova Sabina. Buradan onları hər birini alqışlayıram və salamlayıram. Maşallah, maşallah. Davam edirik. Yeni açıq rütbədə olan direktorlar Fabrika Azərbaycan şirkətinin 7-ci kataloqun nəticəsinə görə 92 direktorlardan növbəti direktorlarımızı sizlərə təqdim etmək istəyirəm. Qarşılayın Əliyeva Zeynəb, Sadıqova Vəfa, Quliyeva Ülkər, Əzizova Sevinç, İsmailova Sona, Əliyeva Türkanə. Maşallah xanımlarımıza. Ağayeva Eliyanə, Bağırova Nigar, Həsənova Elşanə, Musayeva Səmra, Hankişiyeva Günev, İbadova Əfsanə. Fabrika Azərbaycan şirkətinin yeni açıq rütbədə olan direktorları 7-ci kataloqun nəticəsinə görə, bax bu nəticəni göstərib ilk dəfə direktor rütbəsinə qalxmış liderlər. Afərin sizə xanımlar, maşallah olsun sizə və biz davam edirik. Hüseynli Günay, Məmmədova Qarayeva, 2 soyadlı xanımımızdır, Sevanə, Mirzəyev Rasib, Zamanova Tünzadə, Kazımova Məryam, Sadayeva Şəlalə. Hər birini buradan ürəkdən təbrik edirəm. Xanımlar, afərin sizə, maşallah sizə. Həqiqətən də siz bunu etdiniz və mən sizinlə fəxr edirəm və biz davam edirik. Yeni açıq rütbədə direktorlar Fabrika Azərbaycan şirkətinin 7-ci kataloqun nəticəsinə görə qarşılayın. Muxtarova Fəridə, Yusifzadə Sevinç, Nağıyeva Təranə, Şıxıyeva Vəfa, Məmmədova Elnarə, Qasımova Aytən. Hər birinizi ayrı-ayrılıqda xanımlar ürəkdən təbrik edirəm. Ən çətin rütbə idi, siz bunu etdiniz. Bu addım attınız, davamı gələcək və biz davam edirik. Qarşılayın yeni açıq rütbədə olan direktorlarımızı. Allahverdiyeva Tünzalə, Yaxyayeva Natavan, Qafarova Səidə, Yunusova Lamiyə, Quliyeva Sevinç, Mayılova Tahirə. Afərin sizlərə xanımlar, alqışlayıram buradan sizləri. Maşallah olsun sizə və biz davam edirik xanımlar və cənablar.
qarşılayın. Faberlik Azərbaycan şirkətinin 7-ci kataloqu nəticəsinə görə 92 yeni direktorunu açıq rütbədə Qurbanova Aynur, Axundova Nüşabə, Səlimovlar Nuray və Kamal, Səfərli Aysu, Mikailova Şərqiyə, Hüseynova Nüşabər, Hümmətova Güllü xanımlar bir-birinə gözəl adları ilə xanımlarımız qarşımızda və biz davam edirik. Yeni direktorlarımızı sədalıyırıq, təbrik edirik. Aydınova Aynur, Rüstəmzadə Nərgiz, Məmmədova Milanə, Nağıyeva Səbinə, Xudiyev Natiq, Xankişiyeva Rühəngiz və Cabbarlı Türkan budur. Faberlik Azərbaycan şirkətinin yeni direktorlarının təqdimatı. Xanımlar, hər birinizi ayrı-ayrılıqda ürəkdən təbrik edirəm. Siz bunu etdiniz. Ən çətini ilk addımınızı atıb, marketing planının rütbəsini birinci pilləsini qalxıb, inşallah ki, layiqincə də bu rütbənizi təsdiqləyib və daha irəli gedərsiniz və biz keçid alırıq yeni rütbənin təqdimatına. Xanımlar və cənablar, qarşılayın Faberlik Azərbaycan şirkətinin 7-ci kataloqun nəticəsinə görə